Dünya kinosunun təşəkkül tarixi ilə üst-üstə düşən Azərbaycan kinematografiyasında uşaq filmlərinin xüsusi yeri var. Bu filmlərdən Asif Vasif Ağasif, Qaraca qız, Mən mahnı qoşuram, Qərib Cinlər diyarında, Şərikli çörək, Ögey ana, Skripkanın sərgüzəştləri, Bir qalanın sirri, Sehirli xalat və sairənin adlarını çəkmək olar. Bugün də geniş tamaşaçı auditoriyası tərəfindən sevilə-sevilə baxılan bu filmlərin ictimai məzmun və əhəmiyyəti, mənəvi tərbiyəvi rolu böyükdür. Əlisəttar Atakişiyevin Bir qalanın sirri, Sehirli xalat, Qərib Cinlər diyarında filmləri Azərbaycan kinematografiyasında nağıl janrında çəkilən uğurlu filmlər kimi ibrətamiz ideyalar daşıyırlar. Hər üç filmdə xeyrin şər üzərində qələbəsi, bu zəfərin məhz elm, bilik vasitəsilə əldə olunması, insanların elinə, obasına, torpağına məhəbbəti əks olunub. Görkəmli kinorejissor, operator, rəssam Əlisəttar Atakişiyev elmi fantastik üsulların kinoda o qədər də təşəkkül tapmadığı bir dövrdə kifayət qədər bədii keyfiyyətlərə malik filmlər çəkməyə müvafiq olub. O, çəkdiyi filmlərin bir çox rekvizitlərini, heyvan maskalarını və sair şəxsən özü düzəldirdi. Qərib Cinlər diyarında filminin qəhrəmanı asan qazanc əldə etmək məqsədi ilə vətənindən uzaqlaşıb mənəviyyatını, şəxsiyyətini cinlərə satmaqla əslində ailəsinə xəyanət etmiş olduğunu gec anlayır. Asanlıqla cinin belində uçub qaranlıq dünyaya gedən Qərib oradan canını çox çətinliklə qurtarır. Filmin ideyası hər dövr üçün aktualdır və yüksək bədii ifadə elementləri ilə zəngindir. Film uşaqlar üçün nəzərdə tutulsa da, böyüklər tərəfindən də maraqla baxılır. Sehirli xalat filmində xalatın sehrindən yalnız mərd və zəkalı, dostluqda sədaqətli insanların istifadə edə biləcəyi ideyaları, fantastik quruluşdakı maraqlı kadrlar, dinamik və effektiv zaman, məkan dəyişikliyi uşaqlarda elmə, biliyə maraq hissi oyadır. Rəşidin müxtəlif zamanlarda göstərdiyi şücaətlər əslində uşaqların xəyallarında canlandırdıqları qəhrəmanlıqlardır ki, bunları da rejissor fərdi yaradıcılıq üslubunda göstərir. Bir qalanın sirri filmində isə adı və buda obrazlarının dəqiq, koloritli dialoqlarında gərəkən insan övladının təkamül prosesini, inkişaf mərhələsini görürük. Müəllimin bütün tapşırıqlarına sözsüz əməl edən hadının elmi qavraması, onun dəyərini bilməsi, insanların nicatı üçün lazımlı olan cövhəri gizlətməsi filmin qəhrəmanlarının ona elm, təhsil öyrədən insanların həyatını xilas edir. Filmin qəhrəmanı güclü, iradəli Elşənin timsalında isə rejissor animasiya effektləri ilə kitabın, təhsilin insan intellektindəki əvəzolunmaz rolunu vurğulayır. Görkəmli kinorejissor Şamil Mahmudbəyovun Skripkanın sərgüzəştləri, Qaraca qız, Şərikli çörək filmlərində talelərinin müharibənin, evsizliyin, kimsəsizliyin acıları yazılan uşaqların iç dünyalarını, mənəvi əzablarını, qürurlarını, vətəndaşlıq mövqələrini görürük. Qaraca qız filmi acınacaqlı taleyi olan yetim qızın cəsarəti, nəcibliyi fonunda xeyirxahlığın həmişə xilas edici bir vasitə olduğunu psixoloji cəhətdən geniş aspektdə önə çəkir. Valideynlərindən məhrum olan azyaşlı tutunun çalıb oynaması ətrafdakılar üçün yalnız əyləncə, varlığı isə köləlikdən başqa bir şey deyil. Mühitinin, dövrünün ona bəxş etdiyi sosial mənsubiyyəti sayəsində tutunun cəmiyyətdəki mövqeyi acınacaqlıdır. Filmin finalında o öz həyatı bahasına rəfiqəsi Ağcanın həyatını xilas edir. Şamil Mahmudbəyovun hərbi vətənpərvərlik mövzusunda çəkdiyi Skripkanın sərgüzəştləri filmi uşaqların müharibəyə yox çağırışının əyani təzahürüdür. Filmin qəhrəmanı olan uşaqlar böyüklərdən heç də geri qalmayan cəsarətləri ilə Böyük Vətən müharibəsində Alman faşistlərinə qarşı mübarizədə iştirak edirlər. Uşaqların mərd obrazları yeniyetmələr arasında müsbət həyat mövqeyini təbliğ edir. Kinorejissor Tofiq İsmayılovun Mən mahnı qoşuram filmində isə kiçik bir qızın musiqi təhsil almasına mane olan atasının timsalında xudbin valideyn obrazı tənqid hədəfinə çevrilir. Filmdə xoşbəxt uşaq dünyasını xarakterizə edən sehirli, poetik musiqilər uşaq psixologiyasının incəliklərinə varır. Onların kövrək, fidan istəklərinin, məqsədlərinin qarşısında sipər ola biləcək maneələrə həssaslıqla, emosionallıqla yox deyir.
Azərbaycan Film Kinostudiyasında istehsal olunan bütün uşaq filmlərinin ideyası cəmiyyət üçün yararlı və vətəndaş anlamını təbliğ etmək, uşaqların gələcək səviyyəsinin puxtaləşməsində müstəsna rolu olan ibrətamiz meyarları ekranlaşdırmaq olub. Bu mənada 20-ci əsrin ikinci yarısından etibarən çəkilən bu tipli filmlərin bədii və texniki tərəfləri kiçik seyircilərimizin diqqətini bugün də özünə cəlb edir. İstər bədbin, istərsə də nikbin notlara ünvanlanmış filmlərin hər birinin intellektual aləmə mühüm çağırışları olub. Bu filmlərin hər birində qrup yaratmaq, insani keyfiyyətləri dəyərləndirmək kimi cəhətlər üstünlük təşkil edir. Bugün dünyanı uşaqlara qavradıqları şəkildə təqdim edən keyfiyyətli filmləri görmək kiçik tamaşaçılarımız üçün ən böyük hədiyyədir.